Bugün Qumat paylaşımıma bir yoldaş yazıb ki, Qumat Qumatdır. Niyə reklam eləyirsən öz Qumatı? Ona cavab vermək üçün çəkiliş edirəm. Birinci, bu qədər paylaşımlar eləyirəm. Hər hansı bir haqq qarşılığında eləmirəm. Tam təmənnasız və heç bir haqq tələb etmədən günün təxminən 5-6 saatını sizin WhatsApp, TikTok və Messenger mesajlarınıza cavab verməklə keçirdirəm. Tutaq ki, Qumatımı reklam edirəm. Bu qədər işin qarşılığında bunu haqq etmirəm ki, əslində Qumat Live çəkilişi reklam deyil. Anlayan adam üçün sadəcə məlumat əsaslıdır. Çünki Qumat Live'nin reklama ehtiyacı yoxdur. Qiyməti 8 manat 50 qəpik bütün Qumatlardan ucuz bir şəkildə təklif olunur. Tərkibi 26.5% fulfik asid, 2.5% humik asid. Toplam 29% hansı Qumatın tərkibində var bu? Qış gəlir, yağışlar başlayır, pH düşəcək aşağı. Hansı Qumat aşağı pH-da torpaqda fəaliyyət göstərə bilir? Heç biri. Amma Qumat Live fulfik əsaslı olduğu üçün yayda da qışda da eyni şəkildə işləyir. Toz Qumatlarda daxil olmaqla bütün Qumatlar yayda və yüksək pH-larda işləyə bilir. Qışda torpaqda tamamilə fəaliyyətsiz durur. Qumat Live çöküntüsüz, tam 100% suda həll olur və istənilən mühitdə, istənilən temperaturda maksimum işləyir. Bununla da bitmir. Yay boyu 50 cür dərmanlama aparılır və əksəriyyəti də toksik dozada. Payızda ağaclar bu toksik maddələrdən təmizlənmək istəyir. Tərkibində lisozom hormonu olan yeganə Qumatdır Qumat Live. Lisozom hormonu sayəsində ağaclar müxtəlif toksik maddələrdən təmizlənir. Toksik maddələrdən təmizlənmədikcə ağaclar müqavimətini itirir. Gövdələr qətran verir, şirə verir. Yəni bütün bunların hamısı toksik maddələrdən qaynaqlanır. Bunun harası reklamdır? Bu qədər açıq şəkildə digər Qumatların qışda heç bir fəaliyyəti olmadığı bildiyim halda kim zəng eləyib, kim yazıb, demişəm ki, Qumatdır da hansını istəyirsiniz istifadə eləyə bilərsiniz. Öz Qumatıma xüsusi yanaşmamışam. Xüsusi yanaşdığım varsa bir adam yazsın ki, siz mənə öz Qumatınızı təklif elədiniz. Amma bizim Qumat kimi bu şəkildə kompleks işləyən Qumat həqiqətən ölkədə yoxdur. Hal-hazırda taxıl üçün Qumatlara amin asidlər də əlavə edirik. Bu qədər ölkənin problemləri ilə yaxından tanış olan və problemlərin həllinə dayanan istehsal harda var? Bağlarda qətran axınının səbəbləri arasında 40%-dən yuxarısı toksik maddələrdən təmizlənə bilməmək dayanır. Buna lisozomla cavab veririk. Bağlar üçün qurt problemini həll etmək üçün Qumatın tərkibinə xüsusi əlavələrimiz var ki, hələ də sınaqlara aparılır. Hər ildə əlavə qatqılarımız, təcrübə əsasında əlavə qatqılarımız olur. Qoyun yunundan hazırlanan qatqılar var ki, ağacın 3 metrə yaxınına qurtları yaxınlaşmağa qoymur. Ölkə problemləri ilə bu qədər yaxından maraqlanan, araşdırma aparan və min cür öz vəsaiti hesabına tədqiqatlar aparan ikinci bir istehsal var mı ölkədə? Buna reklam demək üçün gərək ədalətsiz olasan. Bu yəni bu birbaşa sizi düşünən bir istehsaldır. Dəyər verən də, verməyən də sağ olsun. Mən onsuz da fərq qoymuram. Hər kəsə eyni şəkildə təmənnasız xidmət göstərirəm və bundan sonra da gördüyüm problemlərin həllində eyni şəkildə, eyni həvəslə çalışacağım. Bu özümün ehtiyacımdır. Bu mənim həm də öyrənmə, inkişaf etmə ehtiyacımdır. Bütün bu saydığımlarıma baxmayaraq qiymət hamısından ucuzdur. 8.5 manata Qumat yoxdur bazarda. Bazardakı Qumatların maksimum tərkibi 20%'dir. Bizimki isə, yəni Qumat Live 29%'dir. Qiyməti də onların yarısı qiymətinə. Qumat zaten ucuz olmalıdır. Bunu baha satmağın nə mənası var yəni? Vaxtilə bazarda 3 manata idi Qumat. Qumatın əhəmiyyəti barədə, faydaları barədə, faydalı funksiyaları barədə yüzlərlə yazı paylaşmışam. Əhəmiyyəti aydınlaşdıqca, faydaların bilindikcə qiymətini qaldırdılar. Faktiki olaraq Qumatın tərkibinə qoyun yununun maliyyələşdirilməsindən əldə olunan xüsusi qatqı var ki, bununla bağlarınıza ümumiyyətlə Qumat verilən yerə bağlar olmasın, taxıl olsun, fərqi yoxdur. Qumat verilən əraziyə qurtları yaxın buraxmır, repellent təsir göstərir. Yəni bu hansı Qumatda var? Əmin ola bilərsiniz, yəni bizim Qumatdan istifadə elədiyiniz halda bağınıza, təsərrüfatınıza Qumatı tətbiq elədiyiniz
əraziyə heç bir qurt yaxınlaşa bilmir, torpaq altı qurtlar. Bu saydığım funksiyalardan biri digər qumatlarda olsa, inanın ki, litrin 40-50 manatdan aşağı satmazlar. Kim reklam qəbul eləyir, eləsin. Kim yoxlamaq istəyir, alsın, yoxlasın, görsün nədən söhbət gedir. Mənim işim problemlərin həllinə daha kompleks şəkildə cavab verməkdir. Bu problemə bu dərman, o problemə o dərman, o digər problemə digər bir dərman. Bu variant mənim üsulum deyil. Mənim üsulum daha az texnika istifadəsi, kompleks işlər. Nəysə, bu qədər. Yəni, qumatım haqqında məlumat vermişdim. Qumat, daha doğrusu bağlarda qumat vaxtıdır, zamanıdır. Ondan ötürü bir video paylaşmışdım. O videoya yazılan kommentə görə mən bir çəkiliş elədim. Eyni zamanda dedim, qumat haqqında da bilmək lazımdır ki, mən bu cürlə funksional bir qumatı hələ mən bir dəfə indiyə qədər bu şəkildə haqqında məlumat verməmişəm kiməsə. Onunla belə mənə deyirlər ki, qumatı reklam eləyirsən. Belə, uğurlar.